Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün dad damağınızdan getməyəcək çox ləzzətli xan kababının tavada hazırlama qaydasını paylaşacağım. Əmin olun xanımlar, hazırlayacaq olan hər kəs çox bəyənəcək. Başlayaq hazırlamağa. Bunun üçün əvvəlcə qaraciyərin pərdəsini çıxarıram, kiçik hissələrə bölürəm. Eləcə də biraz quyruq götürmüşəm. 4 ədəd soğan və 1 ədəd köşkdən istifadə etdim. Qaraciyəri yaxşıca yuyuram. Suyu çəkiləndən sonra ət çəkən maşından keçirirəm. Eləcə də quyruqları ət çəkən maşından keçirdim. Bir ədəd kökü də ciyərin üzərinə keçirdirəm. İndi isə soğanı ət çəkən maşından keçirirəm. Gördüyünüz kimi boşqabın içərisinə süd süzən yerləşdirdim və soğanı keçirdirəm. Soğanın suyunu sıxmaq lazımdır. Qaşıqla soğanın suyunu sıxıram və artıq suyu atıram. Soğanı isə ciyərin üzərinə əlavə edirəm. İçərisinə zövqə görə duz, qara istiot, üyüdülmüş sarımsaq tozu, eləcə də qırmızı pul biber tökürəm. Ərzaqların hamısını yaxşıca qarışdırıram. Ciyəri bükmək üçün qoyunun pərdəsindən istifadə etdim. Pərdəni əvvəlcədən yaxşıca yuyuram. Daha sonra isə gördüyünüz bu qayda ilə kəsirəm. İçərisinə hazırladığım içlikdən qoyub bükürəm. Bükdüyüm ciyərləri tavanın içərisinə yığıram. Hamısını beləcə bükürəm. Daha sonra isə üzərinə kartof yerləşdirirəm. Təzə kartof olduğu üçün mən qabığını soymadım. Zövqə görə kartof istifadə etməyə də bilərsiniz. Kartofun da üzərinə biraz duz tökürəm. Tavanın qapağını örtüb vam odda bişməyə qoyuram. Su tökməyə ehtiyac yoxdur, öz suyu çıxır. Suyu tam çəkilənə qədər qapağı örtülü halda bişirilir. Suyu çəkiləndən sonra isə qapağını açıram. Yağa düşür beləcə və öz yağında bişirilir. Hər tərəfi eyni qaydada qızardılır. Beləcə həm kartof, həm də xan kababı yaxşıca qızardılır. Əziz xanımlar, artıq mənim xan kababım bişib hazırdır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.